Değerli dostlar, değerli izləyicilərimiz, hər biriniz ekrana yaxın əyləşin. Sizlərə bu günləri Sumqayıt şəhərində tekstil fabrikini satışını sizlərə təqdim eləyəcəm. Hal-hazırda birinci mərtəbədəyik. Birinci mərtəbədə 11 ədəd otaq sahəsi var. Ümumilikdə mülkümüz 50 sot torpaq sahəsinin üzərində 1500 kvadratlıq tikilidən ibarətdir. Bütün sənədləri qaydasındadır. Hal-hazırda dəhlizdən çəkilişə başlamışam. Dəhlizdən sağda server otağı yerləşir. Gözəl bir, böyük bir kvadrata malik server otağı ilə sizləri tanış edirəm. Dəhliz ümumilikdə istifonla təchiz olunub, hətta radiator sistemlərinə kimi bağlanılıb. Birinci mərtəbəyə məxsus olan qadın və kişi üçün sanitar qovşaqlar ayrı-ayrılıqda yığılıb, tam təchizatdır, bütün aksesuarlarına kimi hazır bir vəziyyətdədir. Siz də mülkünüzü satmaq istəyirsinizsə 055 291 3565 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək digər sahələrlə qısa zamanda tanışdığa. Dəyərli dostlarımız, burada bir otaq sahəsi yerləşir. Otağın içərisindən digər otaq sahəsinə də keçid etmək mümkündür. Bir daha qeyd edirəm, Sumqayıt şəhərində Kotec adlanan yerdə 4 nömrəli ərazi üzrə xidmət sahəsinin tam yanında yerləşir. Ərazi üzrə xidmət sahəsinin tam yanında yerləşir. Otaq sahələri çoxdur. Dəyərli dostlarımız, qısa zaman ərzində hamısını sizlərə bir-bir təqdim edəcəm. Digər otaq, bu otaqdan da keçid etmək olur, müdir otağıdır. Mərkəzi giriş qapısıdır. Fabrikin digər avtomobil üçün giriş qapısı da var. İkinci mərtəbəyə çıxışı, birinci mərtəbənin həyətyanı sahəsinə çıxışı, hamısını bir-bir sizlərə təqdim edəcəm dəyərli dostlarımız. Qısa bir zaman ərzində. Video sonuna qədər baxın, sizlərdən xahişim odur ki, səhifəni bəyənib like edəsiniz. Tam dolu otaqlarda olan bütün əşyalar fabrikin içərisində qalır. Yalnız tikiş aparatından başqa, digər otaq sahələridir. Qısa bir zaman ərzində təqdim edirəm sizlərə. İşıqların bəziləri tam yanmadı, lampalar yanmayıb, qaranlıq düşə bilər, üzürdür sayın. Digər otaq sahəsi çox böyükdür, əlavə bölgülər yaradıb, bölüb bir neçə otaq sahəsi yarada bilərsiniz. Keçək demək, dəyərli dostlarımız, mülkümüzün ikinci mərtəbəsi ilə tanışdığa və sonda həyətyanı sahəsi ilə sizləri tanış edəcəyik. Dəyərli dostlarımız, keçirik ikinci mərtəbə ilə tanışdığa. İkinci mərtəbəyə qalxan beton pilləkənlərdir. Mərtəbələr arası monolit betonla üzlənilib. Gözəl, çox geniş bir sahəsi var. İkinci mərtəbədə hal-hazırda tikiş fabrikidir. Dəyərli dostlarımız, hal-hazırda tikiş işləri aparılır. Böyük bir maşınkaları var. Çox böyük bir ərazidir. Hər mərtəbə 1500 kvadratdır, 1500 kvadrat. Yalnız mülk sahibi ilə danışıb bu maşınkaları əlavə pul kimi hesablamaq olar. İndi razılığa gələrsinizsə, dəyərli izləyicilərimiz, danışıq əsnasında hamısı danışılacaq təbii şəkildə. Bütün tikiş aparatları ilə sizləri tanış edirəm. Hamısı bahalı bir şəkildədir. Yəni, anlayışı olan texnikadan biləcəklər ki, nə maşınkalarıdır, nə qiymətədir, hansı bir qiymətədir, hansı bir məbləğədir, dəyərli dostlarımız. Boy-ha-boy. Bəlkə də 100-dən çox tikiş maşınkaları var. Burada da ölçü biçi sahəsidir. Əlavə olaraq mətbəx sahəsi, hər bir tərəfdə soyuducu kondisionerinə kimi yaradılıb. İşçilərin burada paltar dəyişmə yerləri, mətbəx sahəsi və digər ambar sahəsi kimi də burada nəzərdə tutulmuş sahələr var. Videonun sonunda hamısının həyətyanı sahəsinə kimi təqdim eləyəcəm. Sanitar qovşaqdır, ayrı-ayrılıqda bir neçə ədəd sanitar qovşağı mövcuddur işçilər üçün. Birinci mərtəbədə olan isə, dəyərli dostlarımız, yəni sanitar qovşaq xidmət göstərən, yəni xidməti işçilər üçün sanitar qovşaqdır. Burada da hər mərtəbədə sanitar qovşaq mövcuddur. Ehtiyat ambar sahələridir, bir-bir keçid edirik. Cüt daşla, kubiklə inşa olunub, monolit betonun üzərindədir. Bu isə təmirsiz bir şəkildədir. Sənədlərin hamısı qayda qanunla yerindədir. İstənilən bir asan xidmət və notarius mərkəzlərində alqı-satqı etmək mümkündür. 055 291 35 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mülkümüzün həyətyanı sahəsində olan yerləşən ambar sahələrindən sizləri tanış edeyim.
Dəyərli dostlarımız, buradan keçid etdik həyətyanı sahəyə, ambar sahələri, yəni hal-hazırda fabrikimizin həyətyanı sahəsindəyik. Ambar sahələri bir neçə sayda yerləşdirilib. Mərkəzi həyətyanı sahəyə giriş darvazasında sizlərə təqdim edirəm. Generatoru, stabilizatoruna kimi hamısı var. Şəbəkə ərazisinə 380-lıq şəbəkə işıq enerjisi gəlir. Qazı, suyu, işığı, kanalizasiyası mövcuddur. Mərkəzi giriş darvazasıdır. 50 sot torpaq sahəsinin üzərindədir. Ehtiyat ambarlarına kimi hamısı quraşdırılıb. Qarşı tərəfdəki mərtəbələr ambar sahəsidir. Ümumi fasadı ilə da sizləri tanış edirəm. Qiymət barədə belə bir söz deyim də, yəni səhifədəki nömrə ilə əlaqə saxlayasınız. Qiymətin sizlərə açıq-aşkar telefon vasitəsilə təqdim edəcəm. Sağ olun, sağlıqla qalın.